Salam, hər vaxtınız xeyir olsun dostlar. Demək, mən bir bərdəli olaraq 3 gündür çox narahatçılıq keçirdirəm və mənim kimi də bərdəlilər. Ona görə ki, hələ Sara Safura çıxıb Azərbaycan xalqından, bərdəlilərdən üzr istəməyib. Və bununla bağlı inşallah sabah birinci gün biz aidiyyəti qurumlara müraciət edəcəyik bərdəlilər. Qanuni cəhətdən ona tədbir görürsün. İkinci, burada nəyə görə bu çıxış edirəm? Bərdənin vəkilləri, hörmətli millət vəkilləri, Fatma xanım Yıldırım və Xanlar Fəthiyev. Siz bərdəlilərin vəkilisiniz. Siz niyə buna bir reaksiya vermədiniz? Siz ali kürsüdə oturmuşsunuz orada. Siz bizim vəkilimizsiniz bərdəliləri. Siz də ona cavab verməliydiniz. Bir reaksiya verməliydiniz. O bərdəliləri təhqir edir. Siz o ali kürsüdə oturub, siz də aidiyyəti qurumlara müraciət edə bilərdiniz ki, o bərdəliləri təhqir edir, o öz cəzasına çatsın. Bir daha sizdən də xahiş edirəm. Siz də biganə yaraşmayın. Ona görə ki, sizin seçicilərinizi o Sara Safura təhqir edir. İnanıram ki, 3 gün keçməsinə baxmayaraq siz buna reaksiya verəcəksiniz. Sağ olun, təşəkkür edirəm.